İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə Yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu həyatdan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç zaman unudulmuram. Gönüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam, yerim cənnət. Nə olsun ki, cismim köçüb bu dünyadan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki xalq şəhidinə qoyur hörmət. Demək, unudulmamışam. Demək, hələ yaşayıram. Nifrete çevrildi bakışlarınız, kanlı sekilerden akışlarınız. Güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz,
Azadlık odunda yanan odunuz, keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dilinize vatan nağmesi. Dindi yanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Salam, hər vaxt xeyir olsun. Əmirvarı cəmaatı. Bu günləri noyabrın 1-i 2025-ci ildir. Kənd cəmaatının, həmçinin Əmirvarı Qazilər Birliyin təşəbbüsünə toplanan bu şəxslər bu günləri Cəfərov Rövşən Əzizoğlu bizim kəndimizin şəhidlərindən, 4 şəhidindən biridir. Onun mövludu və anım günü münasibətilə toplaşmışıq. Bu günləri yani Rövşəni sevən hər bir şəxs, yəni həm şəhid olaraq bizim borcumuzdur şəhidimizin tədbirində iştirak eləmək, həm də hər kəsin ürəyində ona çox gözəl, doğma, əziz xatirələrlə dolu bura toplaşmışıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabının şəxsi təşəbbüsünə, səy iradəsi nəticəsində torpaqlarımız bizim rəşadətli ordumuzun mənsubları, generallarımız, zabitlərimiz və əsgərlərimizin sayəsində işğaldan artıq azaddır. Bizim millət kimi alnımızda olan o ləkə artıq silinibdir. Bu günləri qalib ordunun mənsubları olmuş şəxslər hal-hazırda qalib xalqın nümayəndələri kimi bura toplaşmışıq. Ona görə də şəhidlərimizə, qazilərimizə bir də ona görə borcluyuz ki, bugün alnımız açıq, üzümüz ağ, burada sözümüzü deməyə belə cəsarətlə, hünərlə, qürurla deyirik. Ona görə bir daha şəhidlərimizə rəhmət eləsin Allah, qazilərə can sağlığı versin.
Çıxış üçün istəyirdim ki, sözü verək kəndimizin ağsaqqallarından olan Əmrvarı Qazilər Birliyinin həmçinin ağsaqqalı olan Seyfəddin müəllimə, Seyfəddin müəllim ürək sözlərini desin, biz də eşitdik. Buyurun Seyfəddin müəllim. Əziz Əmrvarlı kəndinin dəyərli sakinləri, bir daha hamınızı salamlayıram. Emin müəllimin qeyd etdiyi kimi bugün kəndimizdən olan 4 şəhidin biri Cəfərov Rövşən Əzizoğlu'nun anım günüdür. Bu münasibətle belə bir tədbir təşkil olunub. Əvvəlcə öz adımdan bu tədbirin keçirilməsində, onun təşkil olunmasında zəhməti olan, əziyyəti olan hər bir kəsə öz təşəkkürünü bildirirəm. Çox sağ olun, var olun ki, əziyyət çəkdiniz, zəhmət çəkdiniz, gəldiniz, belə bir tədbirdə iştirak edərdiniz. Bu bizim hamımızın müqəddəs borcudur. Cəfərov Rövşən Əzizoğlu kəndimizin şəhidlərindən biridir. Bugün Əmrvarlı kəndinin dəyərli sakinləri belə qərara gəldik ki, onun mövludu günündə, belə bir gündə onun qəbri önündə belə bir tədbir keçirək, onun ailəsi ilə, yaxınları ilə, qohumları ilə bir yerdə olar. Onlar çəkən ağırlığı biz də çəkək və onların dərdinə şərik olaq. Ona görə də belə bir tədbirin keçirilməsini təşkil elədik. Bir daha təşəkkür edirəm. Çox sağ olun, var olun ki, gəldiniz. Həm mənəvi, həm maddi dəstək oldunuz. Bu tədbirdə iştirak edədiniz. Çox sağ olun. Bir müəllim kimi Cəfərov Rövşən müəllimi kimi mənim gözümün qabağındadır. Onun burada sinif yoldaşları iştirak edir, cəbhə yoldaşları iştirak edir. Rövşən mənim nəzərimdə bunu sinif yoldaşları bir daha təsdiq edir. Sinif rəhbəri də buradadır, yəqin göz sözündə olacaq. Sakit təbiətli, heç kimlə işi olmayan, gəncliyində cəbhə yoldaşları var. Onun necə vətənpərvər olur, vətənini, torpağını sevən, vətəndaş olmağını onun cəbhə yoldaşları deyəcəklər, xatırlayacaq. Şəhidlər bizim alt yerimizdir, bizim inanımızdır. Biz həyatımız boyu onlara borçluyuq, çünki biz onların hesabına. Onlar necə ki bizə bu sevinci yaşatdılar, bizim də mənəvi borcumuzdur ki, onları həmişə qəlbimizdə yaşadaq, onları həmişə ana onları xatırlayaq. Dəyərli Əmrvarlı kəndinin sakinləri, mən buraya gəlməmişdən əvvəl Əyət müəllimlərdən yürədimdən özümə borçluyum. Səhəti ilə əlaqədar burada yoldaşlarla yazmışlar. Səhəti ilə əlaqədar burada iştirak edə bilmir. O xahiş edir ki, mənim adımdan Cəfərov Rövşənin ailə üzvlərini, onun yaxınlarını, qohumlarına, dərin hüzünlə başsağlığı verir, mənim salamımı yetirirlər. Çox sağ olun. Mən bir daha təşəkkür edirəm. Rövşən qardaş hamımızın itkisidir. Bu tək bu ailənin itkisidir. Həm sinif yoldaşları üçün, həm müəllimləri üçün, həm yaxınları, əvvəlləri üçün, hər bir Azərbaycan vətəndaşı üçün itkidir. O şəhidlər ki, bizim torpaq uğrunda, vətən uğrunda, Azərbaycanın bütövlüyü uğrunda öz canlarından keçiblərsə, onlar bizim üçün ən əziz, ən hörmətli, ən dəyərli insanlardır. Mən həm öz adımdan, həm Əyət müəllim adından burada iştirak edə bilməyən Əmrvarlı kəndinin dəyərləri sakinləri adından Rövşən qardaşımızın ailəsinə, onun yaxınlarına, qonşularına, qohumlarına, dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin, qəbrini nurla versin. Bu tək sizin itki deyil, hamımızın itkisidir. Ona görə də bizim borcumuz ki, bugün gələk burada iştirak edək, əziz qardaşımızın xatirəsini yad edirik. Çox sağ olun, Allah sizə. Çox sağ olun. Çox sağ olun Seyfəddin müəllim çıxışlarınıza görə. İstərdim ki, bizim kəndin ziyalılarından biri, gözəl insan Cəfər müəllimə söz verək. Cəfər müəllim də həm qohumdur, rəhmətli şəhidimizə, həm də ki, gözəl bir insandır, ziyalıdır. Buyurun Cəfər müəllim. Sağ olun. Əvvəla Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz ki, Quranda da yazılıb, şəhidlər ölmüş. Şəhidlər diridən də diridir. Onlar daimi Allah məqamında ən yüksək uca zirvədədirlər. Şəhidlik elə belə baş vermir. Vətən uğrunda, din uğrunda,
döyüşmüş, vuruşmuş insanlar əgər bu yolda həlak olurlarsa, onlar şəhid olurlar. Rövşən Əmoğlu da o şəhidlərimizdən biridir, bizim kəndimizdən də 4 nəfər şəhid olub. Allah hamısına qəni-qəni rəhmət eləsin. Biz bu insanları daimi xatırlamalıyıq. Əbədi olaraq xatırlamalıyıq. Nə qədər biz varıq, bizim nəsillərimiz var, bu şəhidlər bizim ürəyimizdə, qəlbimizdə yaşamalıdır. Bir xatirə danışım sizə, uşaq vaxtı bunların hamısını olardı, 6-7 yaşı beləsinə. Mən də Bakıdan kəndə getmişdim. Buydu, Həsən qardaşı idi. Bunları sıraya düzüb əskər yerişi yeritdirdi. Şamı biri bənzər bir əmi qızının nəvəsi, oğlu daha doğrusu. Bunlar hamısı bir 4-5 uşaqdır. Heç mənim ağlıma da gəlməzdi ki, bunlar gələcəkdə bizim torpağımız uğrunda vuruşacaqlar. İndi şəhidlik Rövşənə qismət oldu, Sərvana qismət oldu, İskəndərə qismət oldu. Biri də Məhərdin kişinin oğlunun adı Ramizə, ona qismət oldu. Bunlar, yenə deyirəm, bunlar ölməyiblər, bunlar diridirlər. Bax, bunların hesabına, bizim o cəbhədə döyüşən əskər və zabitlərimizin hesabına, Ali Baş Komandanın hesabına, torpaq əgər müdafiə olunursa, deməli, bu torpağın sahibi var. Bu torpaq elə belə qazanılmıyor. Bugünə qədər bizdən əvvəlki nəsillər də bu torpağında döyüşüblər, bugünə gətirib çatdırıblar. Allah rəhmət eləsin, yaxşı, onda Fatihəni buraxaq. Çox sağ olun. Sağ olun. İcazənizlə kəndimizin ağsaqqallarından olan, ziyalısı, ən hörmətli şəxslərdən olan Vahid müəllim də burada iştirak edir. Vahid müəllimə söz verək, o da ürək sözlərini desin, tarixin lentinə həkk olunsun. Mən də Əmirvarı cəmaatı, hər birinizi səmimi qəlbdən salamlayıram. Əlbəttə, bugün bizim üçün ən hüzünlü günlərdən biridir. Biz şəhid balamızı yad edirik, onun mövlud günüdür. Ona görə hamı bura yığışıb, zəhmət şəhidmisiniz. Şəxsən mən də şəhidimizin yaxınları adından hər birinizə səmimi qəlbdən öz minnətdarlığımı bildirirəm. Bu hər birimizin balasıdır. Belədir, yəni bu şəhidlik zirvəsi o qədər yüksək bir zirvədir ki, Allah yanında. Onun demək olar ki, heç bir əvəzi yoxdur. Görürüm ki, biz hardayıq, hansı harda dayanmışıq, deməli bunu da bizə nəsib eləyən Allah var. Biz ən birinci gəlin Allahımıza minnətdarlıq eləyək. Məlum məsələdir ki, hain düşmən, yəni erməni, qəsbkarlar tərəfindən torpağımıza göz dikilib, bu daimi olubdur. Ancaq belə ki, bu 20-ci əsrin sonlarında başlanan bu faciə bizə çox baha başa gəldi. Yəni, qanlar bahasına, körpə balalar, igid cavanlarımızı biz itirməli olduq. Yüzlərlə, minlərlə şəhidlərimiz oldu. Onlardan da biri, bax, igid, qəhrəman balamız, Rövşən balamızdır. Allah ona qəni-qəni rəhmət eləsin. Allah onun qəbrini nurla doldursun. Bilirsiniz, bax, bu anı yaşamaq mənə belə çox ağır gəlir. Amma çox şərəfli andır, şərəfli gəlir. Çünki gələcək nəsil bundan sonra Rövşən balamızlardan örnək götürəcək, dərs alacaq. Vətəni qorumağa həmişə səy göstərəcəklər. Nə üçün? Niyə şəhid? Vətən uğrunda, torpağın azadlığı uğrunda, analar, bacılar uğrunda balalarımız şəhid oldu. Biz bir daha dönə-dönə bu şəhidlərimizə elə minnətdarıq. Elə bir deyərdim ki, burada bir dənə də, yəni bu günlərsi, bu tədbirin, belə bu şəhidlərimizin qiymətləndirilməsi, anılmasında Əmirvarı Kənd Qazilər Birliyinin mən əməyini çox qiymətləndirirəm, çox. Doğrudan da gör, bu necə deyərlər, inkişafdır. Bunu da mən bir inkişaf yolu adlandırıram ki, gör, gəlib bu cür bir vəziyyət alınıbdır. Bu vəziyyət üçün də dönə-dönə sizə təşəkkür edirəm. Emin müəllim, sizin bütün o üzvləriniz, o qazilərimizin hamısına can sağlığı arzulayıram. Çünki bu təşəbbüs gözəl təşəbbüsdür. Mən deyərdim ki, mən
elə bir qiymət tapmıram ki, bunu qiymətləndirəm bunu. Sizə çox minnətdaram. Eyni zamanda yenidən bura zəhmət çəkib gələn bütün bacı və qardaşlara minnətdaram. Sağ olun ki, varsınız. Nə yaxşı ki, varsınız və bu ənənə mən belə hesab edirəm daimə olacaqdır. Çünki bu olmalıdır, vacibdir və yaxud qeyd elədiyim kimi bu gələcək nəsillərə örnək olaraq. Sağ olun, var olun. Allah bir daha balamıza qəni-qəni rəhmət eləsin. Yaxınlarına Allahdan onlara səbir diləyirəm. Səbirli olsunlar. Torpaq sanı balalarına ömür versin Allah. Sağ olun. Çox sağ olun Vahid müəllim. Allah razı olsun sizdən. İcazənizlə rəhmətli şəhidimizi həm sinif rəhbər olmuş, həm kəndimizin ziyalısı, həm də ki, salih seçilən insanlardan biri olan Vidadi müəllimə söz verək. Onun da ürək sözləri var, yəqin ki, eşidək. Mənim üçün həm çox ağırdır, həm də qürur hissediyorum. Rövşənin 6 sinif rəhbər olmuşam və qürur duyuram ki, Rövşən, mən sənin müəllimin olmuşam, sinif rəhbər olmuşam. Rövşənin gözəl xatirəsini danışacağım, gözəl qara saçları vardı. Həmişə də bir qəşək güzgüsü vardı. Vuruldum o güzgüyə. Dedim, Rövşən, güzgüm yoxdur, ver otağımda qoyun. Balaca bir idman zalında otaq vardı, orada baxım da bura. Bir də gördüm, böyle güzgü stol üstündədir. Gətirib nətər qoyub gedirsə, göy rəklidir. Mən onu o dövrdən cibimdə gəzdirdim və onu son illər bu sənə o xatirəni mən saxladım və mütləq dedim ki, övladlarına bunu mən saxlayacağım. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin. Belə deyək, hər bir kəs öləcəkdir. Vətən üçün ölənlər daim yaşayacaqdır. Rövşənlə mən qürur duyuram, fəxr edirəm. Yəni, belə bir şagird olsunuz, mən ona dəst olmuşam. Həmişə də qəlbimdədir. Nə vaxt 3 nəfər ayına gedində yenə yer ziyarət edilir. Belə deyək, şəhidlər, yəni onlara ölüm demirik, məkanı cənnət olsun. Onlar daim yaşayırlar, daim də yaşayacaqlar. Övladlarına, ailə üzvlərinə, qardaşlarına, öz adından səbir diləyirəm və heç vaxtda qəmli, fikirli olmayın ki, Rövşən bütün xalq üçün daim yaşayır. Hamı öləcək, amma bizi yada salan olmayacaq. Bir əzizlərimiz, qoyunlarımız, amma bütün xalqın sevimlisinə çevrilir, bir qəhrəmana çevrilir. Rövşən, ruhun şad olsun, məkanı cənnətli olsun. Amin inşallah. Rövşən qardaşımız adı ilə tarix yazdı. Bu yazdığı tarix bizim üçün şərəfli bir yoldur. Bu şərəfli yol üçün bura yığışmışıq. Bu toplantıda iştirak edən bizim qazilərimizdən hörmətli ağsaqqallarımız və Elman qardaş da iştirak edir. Elman qardaşın da yəqin ki, Cəfər yoldaş kimi deyəcək sözləri var. Onun da sözlərini eşitmək bizim üçün xoş olardı. Allah Rövşən qardaşımıza rəhmət eləsin. Rövşən qardaşımız elə mənlə bir yaşdaydı. Biz elə bir yerdə böyümüşük. Çox yaxşı oğlanıdı. Elə sakit, dinməz, vətənpərvər. Allah onun atası əziz kişiyə də rəhmət eləsin. Anasına rəhmət eləsin. Qardaşlarına rəhmət eləsin. Onun övladına səbirli biləsi diləyirəm. Qohumlarına səbir diləyirəm. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Çox sağ olun, Allah köməyiniz olsun. Bizim tədbirimizdə şəhidimizin döyüş yoldaşı Şahin qardaş da iştirak edir. İcazə Şahin qardaşa da söz verir. O da rəhmət eləsin. Ruhlar şad olsun, məkanları cənnət olsun. Rövşən qardaşımızın döyüş yolumuz bir yerdə olub. Çox mehriban, çox güləriz. Həm yol yoldaşı, həm döyüş yoldaşı. O qədər mehriban, o qədər sevimli bir şəhidimizdir ki, Rövşən haqqında çox söz, qəhrəmanlıq haqqında çox söz danışmaq olar.
onun döyüş yoldaşları da, sinif yoldaşları da. Rövşənlə biz bir döyüşdə olarkən Rövşən oturdu, dedi ki, biz öz torpağımızda vuruşuq, öz torpağımızı tələb edirik, öz torpağımızda qəhrəmana çeviririk, öz torpağımızda şəhid oluruq. Bu yağı düşmən hansı torpaqda, hansı torpağın davasını eləyir, nə vaxta kimi bu döyüş davam edəcək. Rövşən çox mərd, igid, döyüş yoldaşı kimi döyüş yoldaşı. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Döyüş yollarımız bir yerdə olur, Rövşənlə. Mühasirədə də qalmışıq. Nüfus postunda olanda Rövşənin igidliyi haqqında danışmaq çox danışardım. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhlar şad olsun inşallah. Yerin cənnət olsun qardaş. Çox mehriban, gülər yüz, həm döyüş yoldaşı kimi döyüş yoldaşı, həm də yol yoldaşı kimi yol yoldaşı olmuşsan. Ruhun şad olsun, məkanın cənnət olsun inşallah. Çox sağ ol, təşəkkür edirəm. Burada çıxış üçün istəyirəm sözü döyüş yoldaşı, bizim kəndin ən sevimli nümayəndələrindən olan, Qazilər Birliyinin ən aktivlərindən olan İlqar qardaşa söz vermək istəyirəm. İlqar qardaşın ürəyində sözlər doludur. Onun da sözlərini eşitmək bizim üçün xoş olar. Buyur İlqar qardaş. Allah'ın salamı olsun şəhidlərimizə. Azərbaycanın ərazi bütövlüyü uğrunda canın fəda etmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhidlər bizimkidir, bizim dəyərli qardaşlarımızdır. Bizim kəndində 4 dənə şəhidi var, hər biri əzizdir, müqəddəsdir. Biz bu yolu seçdik, bizim öz yolumuz var, xidmətimiz, yəni həyatımız şəhidlərə bağlı olduğu üçün fikirləşdik, belə bir birlik də yaratdıq, Əmirvarlı Qazilər Birliyi. Bizi bu birliyə dəstək verən bütün Əmirvarlı cəmaatına minnətdarım. Allah sizdən razı olsun, Allah sizin köməyiniz olsun. Yəni, həqiqətən də çox bir gözəl yol, bir müqəddəs yoldur ki, burada siz bizə dəstək verirsiniz, biz də bu işləri, bu tədbirləri keçiririk. Daha bol olaq, dəstək olaq bir-birimizə, hamımız yaxınıq, həm də kəndimiz üçün yaxşıdır, həm də bütün şəhidlərimizi necə ömrümüz var yaşamaq. Yəni, illərdən bəri hər zaman şəhidlərin yolu saxlanılır. Özünüz bilirsiniz ki, hər tərəfdən, dörd bir tərəfdən bizi sevməyən ölkələrlə qonşuyuq. Elə bir vəziyyətdir ki, biz burada hər zaman igid oğullara ehtiyacımız var. Ona görə də şəhid olmuş insanları hər zaman yaşatmalıyıq. Rövşən qardaşımla Qazaxıstanda bir yerdə əskərlikdə olduq. Yəni ayrı-ayrı hərbi hissələrdə olduq, amma bir-birimizi gördük. Sonra Milli Orduda yenə bir yerdə olduq. Rövşən qardaşım çox deyir ki, bizim yanımızda şəhid oldu. Yəni onun bütün keçdiyi yolu demək olar ki, mən son şəhidlik gününə də görən bir adamım. Mən də 24 yaşında şəhid oldu. Yəni o yaşatanda, yəni kəndimizdə də özünə yaxşı bir futbolçu idi, yaxşı bir idmançı idi, müəllim də qeyd elədi. Çox demək olar, çox danışmaq olar. Allah bura gələn bütün insanlardan razı olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Başda Ali Başkomandan olmaqla dəmir yumruq işə düşdü. Bizim bu alnımızda olan qara ləkə silindi. Biz bu oğullara borcluyuq. Bir daha onların qarşısında baş əyirəm və onlara rəhmət oxuyuram. Onlar Allah dərgahında hər zaman yaşayacaqlar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Çox sağ olun İlqar qardaş. İcazənizlə bizim kəndimizin 4 şəhidin birinin varisi olan, həmçinin kəndimizin ağbirçəyi, bütün tədbirlərimizdə, Əmirvarlı Qazilər Birliyinin bütün tədbirlərində canla, başla, fədakarlığına iştirak edən, bu yaşına, başına baxmayaraq, bütün əziyyəti öz üzərini götürməyə, çəkinməyə Çiçək xala var. Çiçək xalaya söz verək, Çiçək xala da öz sözünü desin, onun da ürəyi doludur. Çiçək xala, sənin iş. Varlarım, sizi burada görməyimə çox şadım. Allah hamımızın kürəyində dursun, ömrü uzun eləsin. Bugünkü gündə Rövşəni yad eləyib gəlmişsiniz, Rövşən mənim də qardaşımdır.
fərqi yoxdur. Şəhidlərin hamısı mənim qardaşımdır. Onların hamısının qarşısında mən özüm yaşımla paşayırım. Dünya durduqca balası var, dursun. Nə bilim, deməyə söz çoxdur. Rövşən mənim yanımdan 1-ci sinifə gəlib. Mənim gözümün qabağında olur. 10-cu sinifə də mənim gözümün qabağında bitir. Mən yaşayıram, Rövşən ki, oğulları gəlirəm, yad edirəm. Yenə də cənnətdə yeri olsun. Vətən sağ olsun. Nə deyək? Heç nə deyə bilmirəm. Sağ ol, Allah sağ ol. Bizim bu tədbirdə şəhidimizin sinif yoldaşları iştirak edir. İstəyirdim ki, Namik qardaşa söz verək. Namik qardaş da onunla bir sinifdə neçə illər oxuyubdur. Yəni ki, onun da deyəcək sözü var. Buyursun. Bu gündə əmirvari cəmaatının şuraya yetişən bütün insanlara minnətdarım. Biz Rövşənin bugünkü xanım dilində Rövşəni sayıb, Rövşəni hiss eləyənlər bura yığılıb yəqin ki. Allah, mən Rövşənlə bir sinifdə, 10-cu sinifə qurtarına ki, bir sinifdə oxumuşum. Rövşən çox gözəl bir insan, çox gözəl bir dost olub. Bir parça çörək olsa onu bölməyə hazır olan bir insan olub. Nə deyim, Allah ona rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət Allah köməyiniz olsun. İcazənizlə İlham müəllimə də söz verim. İlham müəllimin deyəcək sözləri var. Buyursun. Əmirvari Qazilər Birliyinin fəal üzvlərindəndir, bizim kəndimizin ziyalılarındandır. Çox gözəl insan, böyük ürəyi, qəlbi var. Onun da deyəcək söz var. Buyurun İlham müəllim. Çox sağ olun. Əvvələ salamlayıram bütün mərasim iştirakçılarının hər biri. Bugünkü mərasimimiz çox gözəl təşkil olunub, gözəl keçirilir. Baxın, Rövşən qardaşımızın və digər şəhidlərimizin şəhid olduğu müddətdən nə qədər vaxt keçibdir. Yalnız bu günlərdə biz başlamışıq bu tədbirləri keçirməyə. Bu nəyi göstərir? Bu onu göstərir ki, artıq bir xalq kimi formalaşmağa başlamışıq. O mağara təfəkküründən, tayfa təfəkküründən çıxıb artıq biz xalq olmağa başlamışıq. Sayı bizdən çox olan millətlər varsa, hansı ki dövlətçiliyi yoxdur bu günlərsə. Şükür bizim dövlətçiliyimiz də var. Və burada bir neçə yoldaşlar qeyd elədi, bu müharibədə qələbə gələn. Bu müharibədə qələbə salmağımızın bir səbəbi vardı və bir səbəbkarı var. O da bizim xalqımızdır, bizim birliyimizdir. Nə ordu tək başına müharibə aparmır, nə ordunun başçısı, nə onun əskəri. Döyüşən ordudur, müharibəni aparan xalqdır. Biz yekdin bir olaraq bu müharibədə qalib gəldik. Şükürlər olsun, çox şükürlər olsun. Və şəhidlərimiz bilir. O şəhidlərin hər biri bizim üçün əzizdir. Biz bu günlərsə bu tədbirləri keçirməliyik, ona görə ki, bizim övladlarımız görsünlər ki, biz xalq üçün, vətən üçün çalışanları, əziyyət çəkənləri, canından keçənləri unutmuruq. Və onlar da bizdən nümunə götürməlidirlər və görməlidirlər ki, bu cür də olmalıdır. Çox şükürlər olsun, yəni deyirəm, çox şükürlər olsun ki, bu qələbəni gördük. Artıq o məğlub xalq, məğlub ordu, məğlub təfəkkürdən çıxıb qalib xalq olmalıyıq biz və hər zaman özümüzü qalib xalq kimi aparmalıyıq. Bütün şəhidlərimizə Allahın rəhməti olsun. Allah xalqımızı daha böyük uğurlara, daha böyük qalibiyyətlər nəsib etsin. Çox sağ olun, təşəkkür edirəm. Bizim tədbirimizdə kəndimizin gözəl insanlarından biri, ziyalılarından biri Araz müəllim iştirak edir. Bu üçün Araz müəllim onun da sözlərini eşidək. Mən də bura yığışan hamını salamlayıram bu gün münasibətilə. Mənim yaşım rəhmətlik, yaşımla rəhmətlik Rövşən əminin deyim, yaş fərqi olduğu üçün və yaşayış yerlərimiz fərqli olduğu üçün mən Rövşən əmini bir dəfə ya iki dəfə görmüşəm, dəqiq xatırlamam. Ancaq onu bilirəm ki, Rövşən müəllim nəinki mənim eyni zamanda bütün Azərbaycan xalqının dəyərli Cəbrayıl cəmaatının, Əmirvari cəmaatının həmişə xatirində bir qəhrəman kimi qalmışdır. Həminki günü, belə deyim, Allah Rövşən əmiyə rəhmət eləsin. Həminki günü mən xatırlayıram, mənim onda 8 yaşım var idi. Hansı ki, atam, rəhmətli atam, Məhəmməd Allah verdi. Nəşi gətirən zaman həmin günü mən xatırlayıram.
həmin günü atamın necə, hansı vəziyyətdə olduğunu, onun necə iztirab keçirdiyini, necə təbii ki, həmsol dünyasını dəyişən insan necə ola bilər, həm də faciəli şəkildə qəhrəmancasına cavan yaşında bunların hamısının şahidi oldum. Və bugünkü gündə mən həmin ailə ilə başda Hüseyn qardaşım olmaqla çox sıx əlaqələrim var. Çalışıram ki, bu əlaqələri sıx edeyim və öz qohum əqrabama, belə deyim, dəyərli bir qohum olum. Və onu qeyd eləmək istəyirəm ki, biz öz şəhidimizdən əlavə eyni zamanda qeyd eləməliyik ki, Azərbaycanın necə, belə deyim, dəyərli övladları var. Necə dəyərli, qeyrətli xalqıq biz. Və o bir daha sübut olundu. 2020-ci ildə heç kimin gözləmədiyi bir vaxtda, kimlərinsə sırf o sahədə işləyən adamlardan başqa heç kimin bilmədiyi vaxtda səhər sentyabrın 27-si müharibə başladı. Və 44 günlük bu müharibədə hamı Azərbaycan xalqının nə qədər rəşadətli, nə qədər dəyanətli və nə qədər mərd xalq olduğunu bildi. Bir kəndçimiz bayaq qeyd elədi, onun sözü mənim çox xoşuma gəldi. Dedi, komandanlıq da yəni yaxşı olsa, döyüşənlər də yaxşı döyüşsə, xalqın birliyi olmazsa orada tam qələbə olur. Biz bütün xalq olaraq qələbə qazanırıq. Və belə deyək də, Rövşən qardaşımızın şəhid olduğu müharibəni də biz qazanmışdıq. Lakin o vaxtki dövr bunu hamı bilir, komandanlıq yox idi və s. Vahid komandanlıq yox idi. Müharibə gedişi bugünkü günü şəffaf, açıq, aydın getmirdi. Onlar artıq bir başqa mövzudur. Ona görə mən burada hər kəsə dərin təşəkkürümü bildirirəm və sizə çox dərin təşəkkürümü bildirirəm ki, siz bu Əmirvarı Qazilər Birliyi Cəmiyyətini yaratmışsınız. Bu çox böyük bir təşəbbüs oldu. Çox, necə deyərlər, gözlənilən idi, amma belə deyim, çox arzu olunan da bir şey idi. Arzu olunan idi. Hamınıza təşəkkür edirəm. Allah Rövşən qardaşımıza rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətəni uğrunda, dini uğrunda, dünyasını dəyişən bütün şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Təşəkkürlər. Çox sağ olun. Allah sizin qanı sağ eləsin, sizin kimi olanlar var olsun. İcazəniz də çıxış üçün söz verək şəhidimizin qardaşı Həsən qardaşa, o da bizim Əmirvarı Qazilər Birliyinin dəyərli üzvlərindən biridir. Vaxtı ikən ömrünün ən gözəl çağlarını torpağa, vətənə həsr edib, qazi olubdur. Onun da bugünkü gündə söz demək böyük haqqı var. Buyur, Həsən qardaş. Çox sağ olun. Əmirvar Qazilər Birliyinin yaranması sənin əziyyətin çoxdur. Borcun Danılmazdır. Sənin hesaba bu qrup yaranır. Bu qrupun sahəsində də bugünkü gün mənim üçün çox ağırdır bugün danışmaq. 32 bundan öncəyə gelib çıxıram. Həm sevinirəm, həm kədərlənirəm. Bugünkü gün Əmirvarı sakinləri, bugünkü gün hamı yığışıb birliyin, hamı bir olmağı, bugün sən bu qrupu yaratmağın səbəbidir. Allah canını sağ olasın. Allah bütün əziyyəti çəkənlər, bütün ayaqlarınız var olsun. Allah ölənlərinizə rəhmət eləsin. Çox sağ olun. Əziyyəti çəkənlər, hamısı minnətdarım. sağ olun. Mənim danışmağa bir həzanlıyam. Allah köməyiniz olsun. Sağ olun. Bütün ürəyi burada olub, gəlməyənlər, Allah hamısının canı sağ olasın. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Allah sizə can sağlığı versin, uzun ömür versin. Hüseyn qardaş, yəni ki, deməyə söz var. Hüseyn qardaşa da söz verək. O da şəhidimizin qardaşıdır. Buyursun Hüseyn qardaş. Çox sağ ol, Emin qardaş. Çox sağ ol. Birinci növbədə hamıya mən təşəkkür edirəm. Bacılarıma, qardaşlarıma, bugün burada iştirak edirəm. Rövşən adı ilə bugün yığılan cəmaətimə, elmə, obama çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Düzdür, Rövşən bugünkü gün elə bir uca məqamdadır ki, o tək mənim qardaşım deyil, o hamının qardaşıdır. Çünki vətən üçün, elimiz üçün, obamız üçün, bugün rahat yaşamağımız üçün bu dünyadan uca məqama yüksəlib. Mən biraz
ətraflı danışmaq istəyirəm. Bilənlər, bilməyənlər var. Mən ailənin kiçik oğlu olmuşam. Rövşənin kiçik qardaşı olmuşam. Rövşənlə çox bağlı bir insan olmuşam. Həmişə Rövşən məndən böyük olaraq həmişə mənlə maraqlanırdı. Həmişə mənim qayğıma qalırdı. Tək qardaş kimi yox. Elə qardaş, nə bilim, azdır bu həyatda. Nəinki qardaş, o bir ata qayğısı, ana qayğısı görmüşdüm mən onda. Mən 17 yaşına kimi Rövşənlə bir yerdə yaşadım. Nə bilim, onun gözəl sözləri vardı. Onun indi birini deyəcəm sizə, o həmişə mənim qulağımda sırğadır. O həmişə, hamı bilir onun dostları, sinif yoldaşları, müəllimlər, çox sakit adamıdır, ürəyi böyüdür, doğru, dürüst bir insanıdır. Onun bir sözü vardı, o həmişə mənim yadımdadır, heç vaxt yadımdan çıxmaz ömrü boyda. O həmişə bir şey deyirdi ki, sən qardaş, böyüyəndə müəllim də ola bilərsən, prokuror da ola bilərsən, kim olursan ol, amma ən gözəl, hansı sahədə olursan ol, amma gözəl insan ol, yaxşı insan ol. Mən onun sözünün böyüklərdən üzr istəyirəm, mən indi övladlarımı aşılayıram. İndi o uşaqlar da əmləri haqqında öz çıxışlarını eləyəcəklər. Mən bir şey də vurğulamaq istəyirəm, bu mənim üçün çox vacibdir öz qəlbimdə. 93-cü ildə Rövşən şəhid olan günündə hamıya məlumdur. Hamı pərən-pərən düşmüşdü. Onda necə deyim, komandanlıq Araz qardaş bəyək dediyi kimi elə yaxşı deyildi. Heç qohumlar bir-birinin yerini bilmirdi, hardadır. Rövşən, biz onda çadırda imişdidə, çadırda Çaxırı kəndində yaşayırdıq. Heç özümüz də qohumlarımızın bəziləri hardadır bilmirdi. Rövşən bu uca məqama yüksələndə həmin dövrdə Araz Əmoğlu dedi, gecə saat 2-də rəhmətli Mamed əmi özünü çatdırdı. Hardan bildi, hardan məlumat aldı bilmirəm. Mən onda 17 yaşım vardı. Gecə saat 2-də gördüm atamla danışır. Və həmin günü onun həmin məqamda elədikləri heç vaxt unutmaram. Biz çünki həm vətən itirmişdik, həm kəndimizi, elimizi, obamızı, Pürüsdə Rövşən kimi oğul itirmişdik. Ona görə başımızı itirmişdik hamımız. Amma onda Allah Teala bizim Mamed əmini bizə yetirdi. Həmin gecə gəldi o Rövşən, demək olar ki, bütün hər bir şey, yəni həmin mənəvi dəstəyi, həmin maddi dəstəyi həmişə bizim ailədən Mamed müəllimin əksik olmur. Bilənlər bilir, bugün burada Rövşəni, Qulamı dəfn eləməyimizin də yəni Mamed əmmin dəstəyi var, köməyi var. Allah ona qəni-qəni rəhmət eləsin. O bugünkü günü görə bilmədi. O da bizim qəlbimizdə Rövşən kimi həmişə yaşayır, bizim ailənin qəlbində yaşayır. Mən yenə də Rövşən haqqında onu demək istəyirəm ki, Rövşən, İskəndər qardaşım, Sərvan qardaşım, Ramiz qardaşım bizim kəndin şəhididir. Onlar heç vaxt ölməyib, ölməyəcəklər. Onlar bizim qəlbimizdə, bizim ürəyimizdə hər zaman yaşayıb, yaşayacaq. Mən Rövşəni bugünkü gündə də hiss eləyirəm. Yəni, Rövşənsiz uşaqlıqdan elə o hiss yaranıb ki, heç vaxt Rövşəndən ayrı olduğumu mən düşünə bilmirəm. Mən yuxumda da həmişə Rövşəni görürəm, həyatda da tez-tez gəlirəm, onu ziyarət edirəm, dəftərimi bölüşürəm onunla. Yəni, bugünkü günə çox şükür. O vaxtı düzdür, şəhidlər olmuşdu, qazilər vardı, amma bilirsiniz necə, ürəyimiz amma açılmırdı. Amma bugünkü gün ürəyimiz açılır. Niyə? Çünki torpaqlarımız işğaldan azad olunur. Bugün qürur duyuruq, bugün fəxr eləyirik. Mən öz qardaşımla fəxr eləyirəm, İskəndər qardaşımla, Ramiz qardaşımla, Sərvan qardaşımla, kəndimizin şəhidlərindən hamısı ilə fəxr eləyirəm. Şükür bugünkü günə. Bir də onu demək istəyirəm ki, bugün yenə deyirəm, bu Qazilər Birliyi
Allah sizdən razı olsun. Çox sağ olun. Çox təşəkkür edirəm bugünkü günü sizin dəstəyinizlə. Yenə deyirəm, mənəvi, maddi dəstək olan bütün cəmaatımıza, elimizə, obamıza təşəkkür edirəm. Allah sizi var eləsin. Həmişə belə bir olaq, mehriban olaq. Həmişə şəhid qardaşımızın övladlarının, ailələrinin yanında olaq. Çox sağ olun, təşəkkür edirəm, hər şey edirəm. Çox sağ olun. Sən qardaş, Allah razı olsun. Burada çıxış edən insanlar, şükür Allaha, fikir verirsə, bütün yaş təbəqəsi var. Yəni, yaşlı nəsil nümayəndələrdə çıxış edədilər, orta nəsil nümayəndələrdə. Çox gözəl ki, yəni gənc nəslin nümayəndələrin də deyəcək sözləri var. Bu o deməkdir ki, yəni bu millət var, olub və olacaq da. Yəni millətin də gələcəyi gənc nəsildir. Ona görə də icazənizlə bizim gənc fidan balalarımıza söz verək. Onlar da öz töhfəsini bu tədbirdə Nuray balamız. Buyur. Bugün bizim üçün həm qürur, həm kədər dolu bir gündür. Bugün əzizimiz, qəhrəmanımız Əmir Rövşən Cəfərovun doğum günüdür. O sadəcə bir ailə üzvü deyildi. Eyni zamanda vətənin oğluydu. Mən onu heç vaxt görməmişəm. Onun təmiz qəlbini, mərhəmətini sadəcə atamın danışdığı xatirələrdən bilirəm. O, həyatı boyunca həmişə mərd, cəsur və mərhəmətli olub. Hər kəsə köməyə çatan, heç kimə yox deməyən bir qəlbi olur. Biz onunla hələ də fəxr edirik. Çünki o bu dünyada olan ən uca məqam şəhidlik zirvəsini ucaldı. Uşaq vaxtlarından atam mənə şəhidlik zirvəsinin nə qədər uca olduğunu, əmmin də bu ucalığa sahib olduğunu çox dərinliklərlə başa salıb. Biz onun adını və xatirəsini heç vaxt unutmayacağıq. Həmişə qəlbimizdə yaşadacağıq. Ruhu şad olsun, qəhrəman. Mən şəhidəm, ölməmişəm. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölmürlər axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına qavuşmuşam. Sarılaraq bayrağına qarışmışam. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsimlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam, heç zaman unudulmuram. Gönüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam. Yerim cənnət. Nə olsun ki, cismim köçüb bu dünyadan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Heç zaman unudulmuram. Mən şəhidəm, ölməmişəm. Torpağımızın azad olunması uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad, məkanları cənnət olsun inşallah. Amin. Çox sağ olun. Allah sizi var eləsin. Şəhidimizin tədbirində, ürəyində sözü olan kimsə də varsa da əziz kənd sakinləri buyurub deyə bilərlər. Kimin sözü varsa buyursun, eşidirik. Salamlayıram. Allah sizi canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Şükür bu günümüzə. Torpaqlarımız alındı, şəhidlərimizin hesabına. Allah onlara da rəhmət eləsin. Bütün qazilərimizi Allah qorusun. Yerdə qalanlara da can sağlığı versin. Şükür bu günə ki, onun indi adın yaşadan bir nəvəsi var, oğlu var. Onlara şükür olsun. Allah salamat eləsin. Hamımızdan Allah razı olsun. Allah köməklər olsun. Çox sağ olun, Allah köməyiniz olsun. Mən istəyərdim ki, yəqin ki, bu tədbirdə yəni söz deməyə, belə deyək ki, sözü olan şəxslərdən də biri də elə bizim şəhidimiz Cəfərov Rövşən Əzizoğlunun varisi, övladı, yadigardır, adı kimi özü də, yəni Rövşəndən yadigar qalan bizim Əmrvari Qazilər Birliyinin çox dəyərli üzvlərindən biridir. Yadigar qardaşa söz verək, onun da yəqin ki, sözü olacaqdır. Onun bugünkü gündə sözünü eşitmək bizim üçün çox vacibdir. Əvvəla salam əleykum, hamını salamlayıram.
Mən öz adımdan demək istəyirəm ki, bura gəldiyiniz üçün çox minnətdaram. Mən bugünkü günü çox gözləmişəm və inanırdım ki, bugünkü gün olacaq. Başda Əmirvarda Qazilər Birliyi olmaqla bütün üzvləri, başda Cəbrayılımız, hamınıza minnətdarlığımı bildirirəm. Hamınız yaxşı ki varsınız. Bugünkü gün burada olmağınız bizə bir dəstəkdir. Necə deyim? Bugün həqiqətən mənim üçün bir başqa bir gündür. Mən bu günü belə bir gözləyirdim. Amma bu dərəcədə mehribançılıqla, səmimiyyətlə fikirləşmirdim. Bunu ancaq yaşayıb bilmək lazımdır. Hər birinizə təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarım. Sağ ol, Allah kömək olsun. Üzvü olan Asif qardaş da Cəfərov Rövşənlə bir döyüş yolu keçibdi. Onun da bu tədbirdə deyəcək sözlər var. Buyur Asif qardaş, eşdirik. Çox sağ olun, Allah köməkli olsun. Hər birinizə təşəkkür edirəm, hər birinizə minnətdaram. Mən bir dənə xırda bir xatırlama edəcəm. Şahin də o yolda olubdu, həmən bir yerdə olmuşuq. 93-cü ilin avqust ayının ya 10-u ya 11-i. Rəhmətli Rövşənlə mən bir postda, bir səngərdə olmuşam. Şahin də çox gözəl bir təsdiqləyiblər ki, özlərinə xüsusi postda olmuşuq. Gecə saat 4 iradələri idi, 4-5 iradələri idi. Rəhmətli Rövşən gəldi ki, kəşfiyyat gəlib. Həmən Günal lenti kimi bir dəqiqə gözümün qabağındadır, trivoqa verildi. Trivoqa verildi. Bütün demək olar ki, rota qalxdı. Düzdür, bunlar ermənilər kəşfiyyata gəlsə, yəni onlar atışma söhbət eləmirdi. Yəni hər bir şey gizlidir. Ondan 3-4 gün sonra daşbaş əməliyyatı oldu. Daşbaş əməliyyatı oldu. Bayaq Şahin dedi, düzdür, biraz qəhərlənirdi, həyəcandan danışa bilmirdi. Qalmışlar mühasirədə. Mühasirədə qalmışdılar. Mən həmən gündən bir gün qabaq evə gəlmişdim. Biz Mədrədən qalxanda Şahin hansı yoluna gəlmişsə, Şahin orada biz yerə qalxdıq. Rəhmətli Rövşəngil qalmışdı mühasirədə. Şəhidlər heç vaxt ölmür. Düzdür, o vaxtı müasir komandanlıq yox idi, ordu yox idi. Quş tüfəngi ilə, sömün avtomatla dururdu. Rövşən çox mərd, çox üzü belə deyək, necə gülər, sakit bir insanıdır. Allah'ın salam olsun cəm şəhidlərə. Allah sizlərə dəyməsin. Allah birliyimizi qorusun. Bugünkü şükür eləyək ki, qələbəmiz var, şükür. Necə deyərlər, neçə illərdir həsrətində çəkdiyimiz torpaqlarımız qayıdıbdır. Allah ömür versin, öz elimizdə obamıza görüşəyin. Allah salam olsun cəm şəhidlərə. Yeri değişiyor. Ruhu şad olsun. Buna derdim şehide çatamadı. Amin. Allah rəhmət eləsin. Bugünkü tədbiri icazə verirsinizsə yekunlaşdırmaq üçün bu birinci hissəni bir Fatihə verilsin. Ondan sonra ehsan süfrəsində biz tədbirimizi davam edirik. Şəhid Cəfərov Rövşən, əziz oğlum, şəxsən özüm ruhu şad. Dünyasında yaşayan qardaşların ruhu şad. Dünyasında yaşayan anasının ruhu şad. Atasının ruhu şad. Qohum əqrabasının ruhları şad. Evində ocağında gözələn ruhları şad. Büyük nəsil Rövşən deyib gələndən, dünyadan köçənlərin ruhları şad. Kimin ürəyindən kimləksə o ruhlar şad. Qur'anı qəbul, İsa'nı qəbul, haqqı Muhammedin və alihi tahirin. Və bir hürməti surətin barəki hamısında ruhlarına Fatihə məs-salamat, Allahümme sallallahu Hanımlar, Fatihənin deyin sabahdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Melki ya'muddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratallezîne nemte aleyhim gayril mağdubi aleyhim ve lad-dâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ahad. Allahümme salli Muhammedin ve Muhammed. Hala hoş olsun. Anasının sütü kimi, atasının çöreği kimi. Bu dünyadan o dünyada olmasın. Qəbri mübarək olsun. Qəbri ışıqlı olsun. Yattığı yerden incimesin. Gün gündən diş yazsın. Peygamberlere, imamlara, seyitlərə, seyidlərə qulluqsu olsun, nökər olsun. Köfsə özünün başına, peygamberlərin su içənlər də olsun. Xeyri, bəhri, balasının. Ailəsindən yerdə qalanlarınız, onu çox istəyənlərin üstündə olsun. Allah hamınızdan razı olsun. Allah sizdən də razı olsun.
Allah nəfəsini salamat eləsin. Allah o nəfəsimizin, axır nəfəsimizi verəndə də Allah bizi öz duasından, kitabından, Qurandan ayırmasın. İnşallah, inşallah. O gələndə, ölüb gələndə, tabutu gələndə o bir halda gəlmişdi. Patikası göndərmişdilər, içi qan, sümük içində. Onların hamısı mənim üçün təmizdir. Maykası diricə qanın içində. Sümüklər xırda-xırda, Allah'ın olsun. Çadırda nə zülümünə biz onları dəfn elədik, özü qışın günü. Əmir varının qız gəldi, onun tökülən qanına qurban. Cəmaat elə töküldü, elə götdülər ki, gəldi. Allah elə versin, Allah elə oğuya versin. Sonra evladı dünyaya gəldi, Allah'a şükür. Şükür, min şükür. Onun 2 nəvəsi var, Allah'a şükür. Şad olsun, ayrı olsun. Yadigar Mən gələndə bunlar qalacaq, yadigar qoymadı. Onun da öz oğlunun adında Rövşən qoydu. Hələ biri də var idi, onun üçün adını bilmişəm. Allah salamat eləsin. Allah sizdən də razı olsun. Ay video çəkən qardaş, Allah sizdən razı olsun. Şəhidlərimizə rəhmət eləsin. Allah qəbul etsin, Allah rəhmət eləsin. Amin. Bu işi təşkil eləyib, çox şükür. İnşallah onları Təşkil eləyən oğlanlar qazilər şurasında Allah var eləsin. Çox yaxşı oğlanlardır. Mən onların içində Çox getmişəm, mərhəmətli işlə belə məşğuldurlar. yaxşı uşaqlardır, çox yaxşı oğlanlardır. Dəyərli uşaqlar. Qeyrətli, Əmir varının qeyrətli uşaqlardır, qeyrətli oğlanlardır. Allah onların ayağına daş dəyməsin. Amin. Bu gün şəhadətə yüksəlmişəm mən. Bu gün şəhadətə yüksəlmişəm mən. Təkib bölünməsin, qoy ana vətən. Ruhum sizinlədir, köçübdür bədən. Qoymadım düşməni, girsin yurduma. Fəxr elə oğlunla, ağlama ana. Şəhidlik ən uca zirvədir, inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənəm o əl çatmaz zirvədə duran. Cənnəti bəxş edib Rəbbim quluna. Fəxr elə mənimlə, ağlama ana. Vətəni canımdan üstün bilmişəm. Xalqım tərəfindən mən sevilmişəm. Türkən bir ölmüşəm, min dirilmişəm. Qəhrəman deyirlər sənin oğluna. Fəxr elə mənimlə, ağlama ana. Xalqıma son sözüm budur nəhayət. Ailəm, torpağım sizə əmanət. Tanrım şəhidinə veribdir qiymət. Üzü ağ gedirəm mən hüzuruna. Fəxr elə oğlunla, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana.
Əziz kəndçilərimiz, əziz əmirvarı cəmaatı, bir dəqiqə xahiş edirəm, mənə diqqət qılasın. Bugünkü tədbirli, bu ehsan süfrəsində oturmuşuq. Xahiş edirəm, bu adını çəkib, bugünkü məqsəd, o səbəbkar ki, şəhidimiz Cəfərov Rövşənin tədbirinə əlaqədar yığışmışıq. Xahiş edirəm, Cəfərov Rövşənin simasında bütün Azərbaycan şəhidlərinin xatirəsində bir dəqiqə sükutdan hamımızı xahiş edirəm, qalxaraq yad edin. Allah rəhmət eləsin. Güldereydim dağların, yine benim o günlerim olaydı. Kaydaydı geriye yal çağlarım, yine benim o günlerim olaydı.
Həsrətindən ölürəm. Yenə mənim o günlərim olaydı. Yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yol çağlarım. Yenə mənim o günlərim olaydı. Necə şirin, gözəl idi o günlər. O günlərə diş atarmı bu günlər? Yada düşüb unudulmaz o günlər. Yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə o günlərim. Yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yol çağlarım. Yenə mənim o günlərim olaydı. Uşaqlığım təcəl olub bilirəm. Gözəl çağlar orada qalıb bilirəm. O günlərin həsrətindən ölürəm. Yenə mənim o günlərim olaydı. Yenə mənim o günlərim olaydı. Qaydaydı geriyə yol çağlarım. Yenə mənim o günlərim olaydı. Tırlanma başıma pərvanə kimi. Adım sönüb qocalmışam qoram mən. Görmürsənmi ərşə qalxan üstümü. Sən görən gözüm yoxdur, köram mən. Yolçuyam şu qədim. Yolçuyam şu qədiməylik dərddən. Qanalar qurmuşam qəmdən, kədərdən. Gəlib yel savası istəmə məndən. Şaxta vurmuş, buza dönmüş qaram mən. Kim deyir ki darıxmıram? Darıxıram atam üçün. Vətən üçün canından keçən o qəhrəman adam üçün. Mən bir şəhid övladıyam. Bütün ölkə bilir onu. O bir xalq qəhrəmanıdır. Azərbaycan sevir onu. Vətən uğrunda döyüşüb, vuruşubdur ən qabaqda. Hər bir şəhid qazi kimi dastan yazıb Qarabağda. Ölməyib ki şəhid olur, o bizi görür, bilirəm. Mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı, ölməmişəm.
yaşayıram. Dönüb vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu həyatdan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm, şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam, heç zaman unudulmuram, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm, Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm, günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm, şəhidliyə ucalmışam, yerim cənnət. Nə olsun ki cismim köçüb bu dünyada, nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Neçə ki xalq şəhidinə, qazisinə qoyur hörmət. Demək unudulmamışam, demək hələ yaşarım. Demək unudulmamışam, demək hələ